3000-4000 manat pul verib yeni iPhone modeli alırsınız, amma batareyası bir gündən çox getmir. İndi göstərəcəklərimi siz də tətbiq etsəz, iPhone-unuzun həm batareya ömrü uzanacaq, həm də bir gündən çox istifadə edə biləcəksiniz. İlk öncə parametrlərdə batareyaya keçid edirik. Burada sizdə birinci aktivdirsə, onu deaktiv edirsiniz, batareyanın faizini göstərməsin. Bundan sonra charging bölməsinə daxil olub Optimize batareyanı aktiv edirik. Bu səfər parametrlərdən General bölməsinə keçid edirik. Aşağı gəlirik. Burada AirPlay var, AirDrop'un altında. Bura keçid edib hər ikisini deaktiv edirik. Sonra geri qayıdırıq, aşağı gəlirik. Background App Refresh var. Bura keçid edirik. Birinciyə daxil oluruq. Bunu isə off edirik. Yenə parametrlərdə aşağı doğru gəlirik. Burada Siri'yə daxil olub aşağı gəlirik. Bunların hər birini deaktiv edirik. Parametrlərdə aşağı doğru gəlib Privacy and Security var. Daxil olub birinciyə keçid edirik. Yenə aşağı doğru gəlirik. Ən sonuncu Sistem Services. Aşağı doğru yenə gəlirik. Dörtlü parametrin dördünü də deaktiv edirik. Bu qədər. Bu videonu iPhone işlədən yaxınlarınıza göndərin. Onlar da faydalansın.